Qaraçuxurda, mərkəzi ərazidə sizə bir dənə villa təqdim eləyəcəm. Bax, həyəti bacası, navesi. Çox qəşəng yerdədir. Marşruda 50 metr məsafədədir. Belə qapalı navesi var. Həyəti də yəni genişdir, 3 sotdadır. Arxa tərəfinə də fırlanmağa yer var. Burada belə bir sanuzel var. Bu da arxa tərəfinə, bir tərəfinə fırlanma var. Evimizin içində inşallah təqdim eləyəcəm. Çöl görünüşünə tam baxın. Yerləşmə yeri bu Maşallah market var. Maşallah marketin yanındadır, yaxındır. Astanovkaya 50 metr məsafədir. Sənədləri də qaydasındadır, paket kupçadır. Evin giriş hissəsində çöl qapısı açdınız. Evə girəndə belə bir ayaqqabı, geyinib soyunmaq üçün belə bir hissəsi var. Ondan sonra girirsən, koridor sistemi ilə evimiz. Sağ tərəfdə kuxnadır evin girişinin. Evimiz əşyalı vəziyyətdə satılır. Təmiri qaydasındadır. Yəni ev təmirli evdir, öz həyətinə baxır. Evimizin zal hissəsidir. Tam götürürəm ki, görəsiz, hardasa 35 kvadrat zaldır. 2 dənə pəncərəsi var, bir sağ tərəfə, bir evin qabaq hissəsinə. Bir dənə belə uşaq otağı var. Kombi otağıdır. Belə sanuzeldə aşağı mərtəbədə. Bax, pilləkənlə qalxırsan yuxarı 2-ci mərtəbəyə. 2-ci mərtəbədə belə bir hol hissə qarşılayır bizi. Üç dənə də otağımız var. Bir göstərəcəm. Vaxtınızı çox almayın. Bax, bu bir yataq otağı. Işıqları yandırın. Bu ikinci yataq otağı. Otaqlar da maşallah genişdir. Geniş işıqlıdır var. Təmiri də qaydasındadır. Gir yaşad. Evimiz əşyalı satır. Bu da üçüncü yataq otağı. Buranı da görsədim. Otaqların da hamısı öz həyətinə baxır.